Xusar rayonunda qaynata kürəkəninə ağır xəsarət yetirib, hadisə rayonun kəndlərindən birində qeydə alınıb. Gecə saatlarında 65 yaşlı Əfqan kürəkəni amala irad bildirib. Səbəb amalın spirtli içki qəbul etməsi və həyat yoldaşı Arzunu mütəmadi incitməsidir. Tərəflər arasında mübahisə yaranmasına qısa müddətdən sonra davanın böyüməsi ilə səbəb olub. Kürəkən tərəfindən təhqir olunan qaynata qəzəblənib, o amalın qarın nahiyəsinə təpik və yumruqla ağır zərbələr endirib. Faktla bağlı Əfqana qarşı Cinayət Məcəlləsinin 126.1-ci qəsdən adam öldürməyə, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. İstintaq zamanı təqsirləndirilən şəxs əməlini tamamilə etiraf edib, yaşlı kişi ifadəsində hadisənin təfərrüatlarını danışıb. Amallıla mayın 7-sində aramızda mübahisə baş verdi. Nəvəm mənə zəng vuraraq evlərində mübahisə olduğunu dedi. Bu səbəbdən onların evinə getdim. Spirtli içki qəbul etməmişdim. Amallı təpiklə vurmuşam. Başqa əşya ilə vurmamışam. Mən xəstəxanaya aparmışam. Xəstəxana xərclərini ödəmişəm. Onunla barışmışıq. Amalın qızımı döyməsi ilə bağlı heç bir yerə müraciət etməmişəm. Amal gilə mən, yoldaşım və oğlum getmişik. Biz getdiyimiz zaman dalaşmışdılar. Amal qızımı döymüşdü. O yaxşı etmişəm, vurmuşam dedi. Oğlum amalı vurmayıb. Sadəcə mən vurmuşam deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş amalın sözlərinə görə 2009-cu ildə Arzu ilə rəsmi nikaha daxil olmaqla ailə qurub və birgə nikahdan 2 övladları dünyaya gəlib. Uzun illərdir spirtli içki aludəsi olduğum üçün tez-tez evdə heç bir səbəb olmadan ailə daxili mübahisələr yaratmışam. Bununla bağlı qaynatam Əfqan dəfələrlə mənə öz iradını bildirib. Lakin heç bir nəticə çıxarmayaraq mütəmadi olaraq spirtli içki qəbul etməyə davam etmişəm və arvadımı heç bir səbəb olmadan döymüşəm deyə o ifadəsində göstərib. Zərərçəkmiş deyib ki, məlum hadisədən əvvəl sərxoş vəziyyətdə evə gəlib, arvadı Arzunu onun anasına şikayət etdiyi üçün yumruq və təpik zərbələri ilə vurub. Bundan sonra oğlum zəng edərək əməllərim barədə Əfqana məlumat verdi. Gecə saat 2 radələrində Əfqan, arvadı Ofeliya və oğlu Fərhadla birlikdə evimə gəldilər. Onlar yataq otağına keçdilər və orada Arzunu ağlayaraq uşaqlarla birlikdə olduğunu gördülər. Əfqan yanıma qayıdaraq mənə öz iradını bildirməyə başladı. Həmin vaxt sərxoş vəziyyətdə onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etdim. Bu zaman Fərhad əsəbləşərək qəsdən bir dəfə təpik zərbəsi ilə sifətimə vurdu və mən yerə yıxdı. Mən isə onların ünvanına nalayiq ifadələr işlətməyə davam etdim. Buna görə də Əfqan əsəbləşərək qəsdən bir dəfə təpik zərbəsi ilə qarın nahiyəmə vurdu deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Əfqanın barəsində Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilib və ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib.